Hər vaxtınız xeyir olsun. Mən burada artıq çınqırağın müəyyən bir qismini toxumuşam. Deməli, çınqıraq üçün bizə lazım olanlar ten rəngi bu cür fıstıq yaşılı ip və çimən rəngi biraz tünd yaşıl ip. Başının ətrafı üçün siz ipləri fərqli də eləyə bilərsiniz. İmeni bu rənglər olmaya da bilər. Daha sonra bir ədəd belə uzun bir iynə, 8 mm'lik göz, 8 mm'lik göz. İçinə bağlamadan qoyacağımız belə çınqıraq. Bu çınqıraqlar heç xoşuma gəlmir. Sarı rəngdə yumru olan çınqıraqlar daha qəşəng şıqqıldayırdılar. Belə bir digər soska asılqanı toxuyacağıq növbəti. Bunun davamında belə bir bizə lazım olacaq tutqac, yəni asılqanı yaxaya asmaq üçün, tutmaq üçün yaşıl seçdim mən yenə. Belə həm taxta yaşılı, həm də fıstıq yaşılı belə yumru dairəvi toplar seçdim və bir dənə də əldə halqa. Məndəki 6 santimlıqdır, idealı 7 santim olandı. 6 da götürə bilərsiniz, 6 da gedir. Başlayaq, əvvəlcə bu çınqırağımız üçün lazım olanlardır. Bu soska asılqanımız üçün lazım olanlardır. İndi burada təpə hissəsini, başını toxuyuram. Bu arada ipin tərkibində belə çirlər var. Yəni çir dediyim xırda-xırda nələrsə var. Yəni bunu heç sevmədim onun olmağını. Amma heç qalıcı deyil, keçicidir. 9 toxu bir artıra qədər toxuyuram. Daha sonra 4 sıra düz toxuyuram. Heç bir artırma, azaltma etmədən. Bunu artıq biz artırmalarda, düz toxumalarda bilirik deyənə keçirəm. Daha sonra göz yerləri qoyacağım. Gözlər 8 mm'likdir. Deməli, 24x toxuyuram. 1, 2, 3, 24x. Daha sonra 2 zincir çəkirəm. 1, 2. 2 zincir çəkdim. 2x buraxıram. 1, 2. Üçüncüyə batıram. 10x toxuyuram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 2 zincir çəkirəm. 1, 2x buraxıram. Üçüncüyə batıram. 28x toxuyuram. 28x toxudum. İndi bir sıra 66x gedəcəm. Baxın. 24x toxuyuram. Buradan bura 24x toxuyacam. Sonra buradan bataraq 2x toxuyacam. 10x toxuyacam. 2x toxuyacam. 28x toxuyacam. 66x eləyəcək. Bir sıra 66x toxumuş olacam. İndi yanaq hissəsində artırma eləyəcəm. 21x toxuyacam. 21x düz bir şəkildə toxuyu gəlirəm. 1, 2, 3, 21x toxudum. İndi bir artırıram, bir toxuyuram və bunu 10 dəfə təkrar eləyirəm. Baxın, bir artırıram. 1x toxuyuram. Belə bokslanmır əlbə. Bir artırıram.
bir toxuyuram. 2 oldu. Bunu 10 dəfə təkrar edirəm. Belə yanaq hissəsində 10 dəfə bir toxu bir artır bir toxu etməklə bunu 10 dəfə təkrar edirəm. Yanaq hissəsini artırmış oldum. İndi isə keçirik. Deməli 5 sıra düz toxumağa, yəni yanağı aşağı düşürük biraz. Daha sonrasında yanaqdan azaldacağıq və 9 toxu biraz altdan, 3 toxu biraz alta qədər, sonra isə çınqıraq içini yerləşdirəcəyik. Mən 5 sıra toxuyub gəldim. Belə gözlərini də taxdım. 8 milimlik gözləri. İndi mən 21x toxuyacağım. Daha sonra biraz alt bir toxu eləyəcəm 10 dəfə. 21x toxuyuram. 1 2 3 İndi mən bir azaldıb bir toxuyacağım. Bir azaldacağım. Bu qayda bir toxuyacağım. Və bunu 10 dəfə təkrar eləyəcəm. Bir azaldacağım. Bu ikinci oldu məndə. Bir toxuyacağım. Bu qayda 10 dəfə təkrar eləyirəm. Burada yanaq hissədə azaltmanı elədim. Belə görünür. İndi mən 25x toxuyuram. Qalan 25x-imi toxuyur. Gəlirəm. Sıra sonuna qədər 25x toxuyuram. Buradan sonra artıq məlum məsələdir. 9 toxu bir azaltdan başlayaraq ta ki bu digər amigurumi oyuncağının başı kimi deyil. Məsələn, digərində müəyyən bir qism qoyduq ki, orada işi başına tikək bədənə tikək. Amma burada bütöv bağlayacağıq. İçinə də çınqırağı yerləşdirib sonra bağlayacağıq. Ona görə də 3 toxu bir azalta qədər gəlirik. İçini qəşəng sentrifonla doldururuq və çınqırağı yerləşdiririk. Sonra isə 6 toxu, daha doğrusu 6 azalta qədər davam edirik. 6x qalır əlimizdə və ondan sonra onu ip yardımı ilə bağlayacağıq. Orasında göstərəcəm. Əvvəlcə 3x bir azalta qədər gəlirik və 24x-imiz qalmış olur. 9 toxu biraz altdan başlayın. 3 toxu biraz altta daxil olmaqla 24x əlimizdə qalana qədər gəlirik. Deməli, belə toxudum. 3 toxu biraz altda etdim. İndi 2 toxu biraz alta davam eləyəcəm. Bunu niyə belə saxladım? Ən çox üst hissəyə verdim. Daha sonra yanaq hissəyə belə doldurdum. Görürsünüz, çıxıntılı şəkildə doldurdum. İndi bu çınçırağı çox da bəyənmədiyim burada bunun üçün qayçı yardımı ilə yer eləyəcəm. Yer etdikdən sonra bunu mən buraya yerləşdirirəm. Bu belə. Yerləşdirdim. İndi azaltmalara davam edirəm. Biraz da yanaq hissənin burasındakı boşluqları bundan düzəldirəm. Azaltmalara davam edirəm və göz çuxurlarını digər başdakı kimi eləyəcəm. Göz çuxurlarını edəcəm. Burnunu edəcəm. Eyni ilə bunların hamısı, baxın, bundakı kimidir. Ona görə bu şeydəki kimidir və bunun videosunu mən çəkmişəm. Qaşları, gözləri, burnu, hamısı orada var.
Qulaqlarında dəyişiklik olacaq. Necə ki, başda olduğu kimi. Onu da çəkəcəm. Baş çevrəsi də eynidir. İndi baxın, deməli 3 toxudum, biraz atdım. 2 toxudum, biraz atdım, daha doğrusu. 1 toxudum, biraz atdım və 6 dəfə azaltdım. İndi burada 6x var. Bu dəliyi də bağlamaq üçün ipimi uzun buraxdım. Baxın, birini buraxıram. Daha doğrusu birini götürürəm, sonra birini buraxacağam. Blodan götürürəm, belə. Götürdüm, keçirtdim. İpimi dartıram. Şimdi birini buraxıram, birini götürürəm. Bu şəkildə bu hissəni belə bağlayacağım. Dediyim kimi üz şəkilləndirmənin videosu var digərində. İndi burada mən göstərmək istəyirəm nəyi? Üz ətrafındakı bu qıvırcıqlar ki var, eyni ilə digərindəki kimidir. Tam təpədən buradan başlayacaqsınız və yaxud da tam altdan, bax buradan başlayacaqsınız. Götürürsünüz və buradan belə. Və yaxud da biraz öndən də ola bilər. Biraz buradan hardasa 1, 2, 3, 4, 5. 5-6 arası götürə bilərsiniz. Dairəsəl bir şəkildə çəngəlli iynələrlə vura bilərsiniz. Yerinizi təyin eləyib, onun ətrafında da toxuya bilərsiniz və yaxud da birini bura, birini alta, birini yana, birini də digər yana vura bilərsiniz ki, mən elə eləyirəm. Onda daha rahat olur. Elə də dairəsəl bir şəkildə digərindəki kimi toxuya bilərsiniz. Baxın, bu hissədən isə gözün bu hissəsindən 1, 2, 3, 4, 5, 6, 7, 8, 8 və 9 arasında birini vurursunuz. Digər tərəfdə də yenə 8-9 arasında da birini vurursunuz. Ən təpəyə birini vurursunuz, ən altda da artıq başlayırsınız. Orada vurmağa ehtiyac yoxdur. Bu şəkildə əvvəlcə ilmələr çıxardırsınız. Daha sonra isə hər birinə cüt batırsınız. Növbəti sırada da yenə ikili trabzon hər birinə cüt batırsınız. Növbəti sırada da yenə ikili trabzon hər birinə cüt batırsınız. Sonra da yenə eyni qayda ətraf pıtırcıqlarını da digər kəllədəki kimi edirsiniz. Yəni 3 zincir çəkirsiniz, yanındakına dibinə CC edirsiniz, yanındakına X batırsınız. CC edirsiniz, 3 zincir çəkirsiniz, dibinə CC edirsiniz, yanındakına X batırsınız, CC edirsiniz, yenə 3 zincir çəkirsiniz. O şəkildə davam edirsiniz. Qırağının pıtırcıqları əmələ gəlir. Bu qədər. Bunu sizə qeyd eləyəcəm indi. Bunun ətrafındakı o hansı ki toxuyuruq, onu qeyd eləyəcəm. Deməli, mən burada çəkmişəm, yazmışam. Onu sizə bildirim. Qeyd elədiyim kimi, məndə bu 6 santimlikdir. Siz ən idealı 7 santimlikdir. 6 da yedir. Minyon qəşəng qalır. Onsuz ətrafında bu parçanı ki toxuyuruq, ilişdiririk o hissəsini. Onda biraz irilir. Ona görə də yəni 6 santimlikdə uyğundur. 37 zincir çəkəcəm. 37 zincir çəkib gəlirəm. 1, 2, 3, 4. 37 zincir çəkdim. İndi 36x toxuyacağam. Sözüm nə idi? 36x toxuyanda da bilirsiniz də, yəni dibinə batmıram, yanındakına batıram. Belə sadə toxuyuram. 1, 2, 3, 4. 36x toxudum. Bir zincir çəkirəm. Geri dönürəm. Və dibinə batıram. Baxın. Dibinə batıram. Yenə 36x toxuyuram. Yenə digər tərəfdə də eyni qayda bir zincir çəkəcəm. Geri dönəcəm. Dibinə bataraq 36x toxuyacağım.
Və bu qayda 10 sıra toxuyacağım. Deməli 5 sırası bura, 5 sırası da bura düşmüş olacaq. Aşağı hissəsindən də çıxardacağam. Üst hissədən tikməyə başlayacağım və çevirəcəm. Tikiş üçün sonda ipi uzun buraxacağıq. Burada qulağının düzəlişini göstərəcəm indi sizə. Bu qalan hissələri, baş ətrafını filan bu birisi kuklasında göstərmişəm. Artıq avtomatik olaraq oradan baxaraq eləyə bilərsiniz. Say önəmli deyil. Əsas çevrəsini kuruklayaraq toxumaqdır. Qeyd elədiyim kimi. İndi qulağını toxuyacağım. Daha sonra baxın bunu belə 10 sıra toxudum. İpi də uzun buraxdım. Bunu da bura belə tikiliş qaydasını göstərəcəm. Və burada toplar var. Hansı ki o sos qasılqanı üçün lazım olacaq. Bu toplardan 3'ü yaşıl, tünd yaşıl, ikisi belə açıq yaşıldır. Birində sizə necə elədiyimi göstərəcəm. İndi keçirik qulağının toxunuşuna. Çox sadə bir toxunuşdur. Yəni sehirli halqa eləyirik. Yenə eyni qayda. Tərkibini 6x doldururuq. 1, 2, 3, 4, 5 və 6. Hər birinə cüt bataraq 12x-ə qalxırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, və 11, 12 toxudum. İndi bir tək bir cüt eləyirəm. 1 tək batdım. İndi cüt batıram. 2, 3. Bilirəm ki, sıra sonunda 18 olacaq. Ona görə də artıq sayaraq gedirəm. 4, 5, 6. Bir tək, bir cüt. Sıra sonunda 18x olacaq. Və artırmanı dayandırırıq. Buradakı bu ipi arxa hissəsində möhkəmləndiririk. Sehirli halqamızın açılma ehtimalı olmasın deyə mən bu ipi işarətləyici kimi istifadə edirəm deyən önə gətirirəm. Sonra da kəsirəm, götürürəm. 2 sıra 18x toxuyacağım. 1, 2, tam 2 sıra 18x. 2 sıra 18x toxudum. İndi ağza belə birləşdirəcəm. X ilə birləşdirirəm. Və bir zincir çəkirəm. Tikiş payı üçün ipi uzun buraxıram. Bu qədər çox uzun buraxmağa əslində ehtiyac yoxdur. Prosto çox uzun oldu. Buradakı artıq qalan bu işarətləyici kimi sonradan istifadə elədiyim ipi də kəsdim.
və bu qədər. Qulağı çəngəlli iynələrlə bura bərkidəndən sonra tikəcəm. Və iki qulağı da hazır olmuş oldu. İndi topu göstərirəm. Topda biz danışıq yolundan göstərəcəm. Əminəm ki, bunu hamı bilir. Sehirli halqa eləyirik 6x, 6v edirik 12x, bir toxu 1 artır eləyirik 18x, 2 toxu 1 artır eləyirik deməli 24x və 3 toxu 1 artır eləyirik. Sonda 30x əldə eləmiş oluruq və bunu yenə 3 sıra belə düz bir şəkildə toxuyuruq. Sonra 3 toxu 1 azalt, 2 toxu 1 azalt, 1 toxu 1 azalt, 6 dəfə azalt və finish qapanış hissəsini edirik. Belə 3 toxu 1 azalt, 2 toxu 1 azalt etdikdən sonra içini doldururuq. Daha sonra 1 toxu 1 azalt və 6 azalt edirik bu arada. Belə içini çox doldurmağa da ehtiyac yoxdur. Yumşaq doldursaz kifayət eləyir. Bu arada bu ip heç xoşuma gəlmədi. Tərkibində bu belə qara-qara nöqtələr var. Sanki şey kimi görsənir. Ümumiyyətlə bəzilərinin tərkibində bəyazlar, bəzilərinin tərkibində isə qaralar var. İnşallah buna da çarə tapılar. Bu qədər. İndi mən bunun bura tikilişini göstərəcəm. Bu qayda baxın. Bu qayda ya da digər tərəfdən eləyək. Belə eləyək. Daha rahat olsun. Tikəcəyik. Yəni içdən yox, üzdən tikəcəyik, sonra içə doğru qatlayacağıq. Birincidən onsuz hazırdır və birinciyə də batıram. Belə. Sonra yenə yan tərəfdən alıram. Və yenə qarşı tərəfdən alıram. Bu şəkildə tikirəm. Yandan alıram. Qarşı tərəfdən alıram. Belə. Bu qayda tikdikdən sonra bunu belə bu şəkildə sürüşdürəcəm içə doğru. İndi bilənlər bilir. Burada saxladığım bu uzun ipi saplayacağım. Bunu bura bu qayda ortalama eləyərək silikon tapanca ilə də yapışdırdıqdan sonra eləyə bilərsiniz. Amma belə onunla çətin olacaq. Ona görə belə bu şəkildə əlimizlə iynələr vasitəsilə və yaxud da çəngəlləyərək sabitlədikdən sonra belə tikə bilərsiniz. Tikmə qaydası rahatdır. Bir başdan bir bundan götürəsiniz. Hardasa bax. Göstərim. Baxın, ortalama əlimlə belə tutdum. Başdan batıram. Digər tərəfdən çıxıram. İndi taxtadan batıram. Digər tərəfdən çıxıram. Yenə başdan batıram. Digər tərəfdən çıxıram. Bu qayda belə tikirəm. Üçüncüdən başlayın siz. Buradan başlayın, belə gedin. Daha sonra daha möhkəm olsun deyənə digər tərəfdən bu tərəfə doğru gəlin.
Bəli, belə gördüyünüz kimi hazırdır. Şıqqıltısı zəifdir. Dediyim kimi heç məmnun deyiləm içinə yerləşdirdiyimdən. Sarı toplar daha qəşəng idi. İndi keçirik soskanın asıl qanının düzəldilməsinə. Mən qalın ipdən istifadə elədim. Nazikdən də istifadə edib 2 qat eləyə bilərsiniz. Bu arada bunu tomat bankasını döymüşəm belə. Lazım olan ləvazimatların mini tomat bankasına. Başlayırıq. Belə 6 dənə top elədim. 3'ü tünd yaşıl, 3'ü fıstıq yaşılı. İndi bunu ipə düzəcəm. Məndəki qalın ipdir. Normalda nazik lazımdır. Anlaşılmazlıq olub qalından qoyublar. Ziyan yoxdur, bunu da bu qayda eləyə bilərəm. Keçirdəcəm əvvəlcə. Topun birini alıram. Bu qayda keçirdirəm. İndi bunun belə olmaq lazımdır ki, soska asıl qanını, soskanı yəni bura belə keçirtsin. Onun üçün də bunu yenə saplayıram və buradan yenə buradan, yəni buradan keçirtsəm, yenə tərkibindən digər tərəfdən çıxıram. Və belə etdim bunu buradan. Bu qədər uzun buraxıram. Hardasa bir bu qədər. Bunu burada düyün vururam. Bir dənə də düyün vururam. Bunu bura içəriyə daxil eləyəcəm. Və belə bu qayda bunu burada gizlədəcəm. Yəni topun tərkibinə. Bu qayda elədim. İndi mənim burada belə gördüyünüz kimi toplarında bir də kral yazısı var. Məsələn, indi toxuduğumla əlaqəli. Siz istəyirsiniz bu sxemlə dovşanda toxuya bilərsiniz, ayı da toxuya bilərsiniz, fərq eləmir. Eyni sxemlə fərqli oyuncaqlar çıxarda bilərsiniz. Məsələn, mən bu sxemdən dovşan toxumuşam. Digər ucundan və bunun digər ucunu saplayıram. Bu arada bu 1 metr 50 santimdir, çox uzundur. Mən prosto nə qədər gedəcəkdiyənə qırmadım. Onsuz qalanı da qalacaq. İndi əvvəlcə bu tünd yaşıldan istifadə edəcəm. Taxdım. Bir dəqiqə burada belə oldu. Bunu taxdım. Sonra taxtadan istifadə edəcəm. Bir dənə də tünd yaşıl istifadə edəcəm. İndi toxuduğumun tünd yaşılından istifadə edirəm. Bəlkə də eynisini eləyərsiniz, bəlkə də yox. Amma eynisini eləyənlər diqqətlə baxa bilərlər.
İndi yenə eyni qayda, tünd yaşıl, bir dənə taxta, bir dənə də tünd yaşıl. İndi mən ad yazacağım. Baxın, bu hissə uşağa əmzik olaraq veriləcək. Ona görə kral hərfində ad yuxarıdan aşağı yazılır. Əvvəlcə K hərfini taxıram. Sonra R. A və L. Bu qayda yazdım. Kral. İndi yenə tünd rəngdən istifadə edəcəm. Toxduğumdan. Bu qayda. Açıq yaşıldan istifadə edirəm. Bir dənə də tünd yaşıl istifadə edirəm. Daha doğrusu bir dəqiqə bundan istifadə edəcəm. İstədiyiniz kimi düzə bilərsiniz. Fərq eləmir, mənim şişim eləyəsiniz. Bir dənə də bundan istifadə edəcəm. Biraz dolu görsənsin istəyirəm. İndi tünd yaşıldan istifadə edəcəm. İstəsəz siz şir də eləyə bilərsiniz orada. Yəni bu başlıq hissəyə, bu hissəyə şir də eləyə bilərsiniz. Mən eləmədim. Kral yazıram zaten. Bir dənə də belə düymə əlavə elədim. İndi son olaraq bunları əlavə edəcəm və bitirəcəm. Məndə belə alındı. Siz qısa da tuta bilərsiniz, uzun da tuta bilərsiniz. Mən bəzən qısa, bəzən uzun tuturam. Bu o qədər də düz uzun deyil. Sonda bunu əlavə eləyirik. Bunu da bu qayda bura möhkəmlədirəm.
Bu hissəni qeyd eləmədim, yadımdan çıxdı. Baxın, buradan daxil oldum, buradan çıxdım. Belə bunu möhkəmlətdim. Bu hissə tam bağlanana qədər belə tərkibindən keçirtdim. Çıxandan sonra buradan bunu bu qayda edirəm. Bura belə düyün vururam. Bu belə. Bir də edirəm. Bir də edirəm. Ta ki möhkəm olana qədər. Belə. Sonra buradan istənilən yerdən çıxıb ipi tərkibinə daxil edirəm. Kəsəcəm. Belə. İndi bunu buradan kəsəcəm. Vəssalam. Bu qədər. Əlavə 1 metr ipim qaldı. Deməli mənim 2 metr ipim daha doğrusu var idi. 1,50 demişəm saçım. Bundan demək olar ki 1 metr qaldı. Mən bu arada biraz eləməyə çalışdım uzun fason. Yəni qısa da eləyə bilərsiniz, uzun da eləyə bilərsiniz. Məncə normaldır. Ya 1 metr ya da 50 santimlik bir ip gedir. Qalından da ala bilərsiniz, nazikdən də ala bilərsiniz. Bu qayda 2 qat eləyə bilərsiniz naziyi. Bu qədər mənim hər ikisi hazır olmuş oldu bu videoda. İnşallah növbəti səfər boğur böcəyi toxuyacağıq.